ikinci xəlifə hökm çıxardır ki, bu qadın rəcm olunsun, daşqalaq olunsun. Və mövzu Mədinədə şişir, xəbər Həzrət Əli əleyhissalama çatır. Mən belə deyək də, öz şəxsi ictihadımı deyirəm, mən heç kimdən işim yoxdur. Bu rəcm mövzusunu nə sünnüdə, nə şiyyədə mən qəbul eləmirəm. Və niyəsini də inşallah vaxtında öz dəlillərimlə təqdim eləyərəm. Ümumən İslamda edam deyilən bir şey yoxdur. Peyğəmbər heç kimi edam eləməyib. O Peyğəmbərə atılan iftiralardır ki, bir dəstə ərəb gəlir, Peyğəmbər səhabəsi, deyirlər ki, biz acıq, bu Səhih Müslimdə də hədis. Amma bu ağ yalan və iftiradır. Elə bir Peyğəmbərin ağ paltarını götürürsən, zirzibillə belə bulayırsan ki, qoy bu da zirzibilə bulansın. Bir dəstə səhabə, kasıb, möhtac, fəqir gəlir Peyğəmbərin yanına, deyir, biz acıq dolana bilmirik. Peyğəmbər Beytilmalın dəvələrindən müəyyən hissəsini verir bunlara ki, çobanlıq eləyin, südünü, pendirini və s. dəvədən nə faydalanmaq olar? Onun müqabilində, saxlamaq, çobanlıq müqabilində dəvənin mənfəətini götürür. Bunlar dəvələri götürür, orada olan yalana əsasən. Oğurlayırlar. Kəsirlər, satırlar və s. Axır, xəbər çatır Peyğəmbərə. Peyğəmbər, nə? Gətirin onları bura. Tutub gətirirlər. Deməli, gözlərini çıxardın. Gözlərini eşirlər, səhabələrin, gözün, Peyğəmbərin əmri ilə. Belə deyək də, heç işid belə eləmir. Peyğəmbərin səhabələrinin, Peyğəmbər əmri ilə gözlərini eşirlər. Sonra çarpaz əl və qol kəsilir, hərəsindən biri. Sağ əli sol qalır, sol qıçı, sağ qıçı. Yaxşı, bunlara bu işgəncəni verdin. Bırax ölsünlər də. Yox, əl çəkmərəm. Bunları günün altında qoyun. Belə Peyğəmbəri kim qəbul edir? Belə Peyğəmbər olar. Çünki özləri eləyib belə şeyləri müəyyən adamlar. Yandırıblar, filan eləyiblər. Deyəndə ki, niyə belə eləyirsiniz? Belə İslam olar. Deyirəm, bizim hələ başımız, biz eləmədiklərimizi eləyib. Biz şükürlük, bizi toya nişana apara bilərsiniz. O gözlə çıxardım. Niyə? Oğurluğa görə göz çıxardırlar. Allah deyir, əlin kəs, düzdür? Əlin kəs, bıraq götsündür. Qıçın niyə kəsirsən? Yox, qıçın niyə kəsirsən sən onu? Əyaqların niyə kəsirsən? Allahın hökmünün əleyhinə niyə gedirsən? Ey Rəsulullah! Yalandır. Quranla heç düz gəlməyən bir uydurmadır.